Biliyorsunuz neçə müddətdir ki, Qusarın Ləzə kəndində 2024-cü il iyulanda uçmuş körpünün əvəzinə yeni körpü tikilir. Bizim medianın çəkiliş qrupu olaraq həmin körpünün ərazisindəyik. Müşahidələrimizdə görəcəyə bilərik ki, körpüdə son tamamlama işləri gedir. Qusar rayonunun Ləzə kəndində ötən il güclü sel nəticəsində uçmuş körpü yenidən qurulur. Körpü kənd sakinlərinin əsas yol bağlantısını təmin etdiyi üçün bu layihə uzun müddətdir səbirsizliklə gözlənilirdi. Bu ilin aprel ayında başlanılan tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə körpü bina tikinti məhdud məsuliyyətli cəmiyyət tərəfindən həyata keçirilir. Hazırda körpüdə son tamamlama işləri aparılır. Qusar rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin müdürü Şah Abbas Sarıxanov qeyd edib ki, ötən il Qusarsaya gələn güclü sel nəticəsində bu körpü tamamilə dağılmışdı. Sağ olsunlar, burada Cəza Körpünün tikintisi üçün Nazirlər Kabinetindən qərar verildi və rəsmə dağıldı. Bunlar tikinti əməkdaşı tərəfindən ərazidə bir işlemdə hərəkət hissəsinin eni 6 metre olan o efektif iletişim olan tekniğine başlandı ve hazırda köprüde son tamamlanma işleri yapıldı. Bir aya köprüde işleri başa çatacaktı. Yeni körpünün uzunluğu 18, eni isə 6 metrdir. Bu körpü Ləzə kəndinin sakinləri ilə yanaşı Sudur İnzibati Ərazi dairəsinə daxil olan 2 yaşayış məntəqəsinin də əsas yol bağlantısını təmin edəcək. Qeyd edək ki, köhnə körpü ötən əsrin 70-ci illərində kənd sakinlərinin öz hesablarına tikilib. Yeni körpünün istifadəyə verilməsi isə həm kəndin, həm də ətraf yaşayış məntəqələrinin gediş-gəlişini xeyli rahatlaşdıracaq. Aytəkin Alxaslı, Sadiq Məmmədov, Bizim Media, Şimal Bürosu.